Bugünkü mövzumuz Oxatan bürcüdür. Salam əziz dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Videomu bəyənib kanala abunə olmağı sizdən xahiş edirəm. Sevimli oxatanlar, sevgili oxatanlar, siz nə qədər dəyərli insanlarsınız. Çox insanlar özlərini xoşbəxt saya bilər ki, onların qarşısında bir oxatan insanı var. Oxatan bürcündən olan kimsə var. O insanlar bəxtəvər insanlardır. Çünki oxatanlar çox mehriban, çox şən, çox ürəyi təmiz, öz dünyalarında, öz aləmində olan bir insanlardır. Oxatan qadınları da, bəyləri də çox dəyərlidirlər. Onlar xeyirxahdılar, onlar mehribandılar. Kimsə onların dilindən inciyə bilməz. Kimsə oxatanlardan pislik görə bilməz. Oxatanlar amma həmişə qibtə obyektidir. Oxatanlara niyə qibtə eləyirlər həmişə? Çünki oxatanların ruzisi Allahdandır. Onları heç vaxt Allah darda qoymur. Allah onları sevir. Hətta kimsə oxatanlara quyu qazarsa, onların çörəyinə vais olarsa, oxatanlar bir adım da irəli gedirlər. Onlara daha yaxşı ruzi qapıları açılır. Çünki oxatanların bu qədər ruzili olmağının səbəbi də oxatanların öz böyüklərinə, öz valideynlərinə, ata-analarına çox hörmətlə yanaşmalarıdır. Onlar həmişə böyük-kiçik yeri bilən olurlar, qadınları da, bəyləri də. Həmişə valideynlərinə itaətkar olurlar, diqqət ayırırlar, qayğı göstərirlər, maddi, mənəvi valideynlərinə kömək edirlər, hər zaman valideynlərinin yanındadılar. Və ona görə də Allah onları heç vaxt darda qoymur, ruzilərini bol edir. Əgər bir valideyn, məsələn, bir oxatan qadınına, bir oxatan bəyinə deyərsə ki, ay balam, Allah səni xoşbəxt eləsin, Allah səni ağ günlü eləsin, Allah sənin ruzini bol eləsin, bundan yaxşı heç nə ola bilməz və Allah da buna görə onları həmişə mükafatlandırır. Oxatan bürcü çox dəqiq danışıq qabiliyyətinə malikdir. Onlar demək olar ki, natiqdirlər. Ağızlarından çıxan kəlməyə, sözə çox diqqət edərlər, çox səliqə ilə danışarlar, çox səlis onların nitqləri var. Və bu da onların ağıllı olmağından irəli gəlir. Onlar çox düşünərək danışan insanlardır. Və ona görə də onlar o natiqlik qabiliyyətinə görə çevrələrinə çoxlu insanlar toplaya bilirlər və idarə etməni həmişə əldə saxlayırlar. Oxatan bəyləri və qadınları sevgidə vəfalıdırlar, sevgidə sadiqdirlər. Oxatan bəyləri həmişə öz ailələri üçün çalışan, vuruşan, ruzi qazanan və qazandıqları ruzinin qədrini bilən, dəyərini bilən, xərcləməyin yerini biləndirlər. Düzdür, onlar bəzən kiməsə yardım edirlər, əl tuturlar və o demək deyil ki, onlar özlərinə büdcə yığmırlar. Onlar özlərinin dar günləri üçün özlərinə həmişə büdcə ayırırlar və beləcə ailələrini xoşbəxt yaşatmağı, saxlamağı bacarırlar və oxatan qadını da özü həmişə ailəyə dəstəkdir, səliqəsi ilə, səhmanı ilə, qayğısı ilə həmişə ailəsinə dəstək olur. 2 il əvvəl oxatan yüksələn bürcündə idi. Lakin o yüksələn bürc o 2 il əvvəl onlara o qədər də düşərli olmadı. Bəzi çətinlikləri oldu, oxatanın sıxıntıları oldu, oxatan bürcü ümumiyyətlə 22 noyabr, 21 dekabr aralığındadır. Oxatan bürcünün vaxtı, sürəsi və 2 il əvvəl bu yüksələn bürcdə olduğu üçün biraz çətinliklərlə üzləşdi oxatan. Lakin sevgili oxatanlar, sizə sevindirici xəbərim var. 2026-cı il oxatanların üzünə çox xeyriyyə açılacaq. Çox uğurları olacaq oxatanın. Biznes əlaqələri qura biləcək, alqı-satqı ilə məşğul olacaq və bunda uğur qazanacaq. Nə vaxt satmaq istədiyi bir mülk varsa onu satacaq, almaq istədiyi varsa almağa pulu çatacaq.
pul əldə edəcək, yeni sənədlər, müqavilələr imzalayacaq, işdə də irəli gedəcək və may ayının axırları yox, iyun ayının birinci həftəsi də yox, ikinci həftəsindən, iyun ayının bu 8-14 həftəsindən başlayaraq Oxatanın uğurları başlayır. Ta ki o uğurlar, o irəli getmələr, o maddi qazanclar sürəcək 2027-ci ilin fevral ayının 19-na qədər. Bəli, 2026-cı il iyun ayının 10-undan ta 2027-ci il 19 fevrala qədər Oxatanın ömründə, Oxatan bürcündə yüksəliş dövrüdür, uğur dövrüdür, şans dövrüdür. Və əziz Oxatanlar, bu şanslardan yararlanın, yaxşı istifadə edin, dəyərləndirin və siz öz ağlınızla, zəkanızla bu şansları çox gözəl qiymətləndirəcəksiniz, dəyərləndirəcəksiniz və gələcək illəriniz üçün özünüzə yatırımlar edəcəksiniz. Oxatanların yarımçıq qalmış sevgiləri var. O sevgilər bu 2026-cı ildə elə bir nədirsə işə düşəcək, davam etməyə başlayacaq və bu sevgilər ciddi münasibətlərlə nəticələnəcək və bu uğurlu sevgilərdir. Beləliklə, əziz Oxatanlar, sevgili Oxatanlar, həyatınızı doya-doya yaşayın, gözəl yaşayın. Çünki bu 2026-cı il sizin uğur ilinizdir.